Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun cəbhə boyu təminat zəncirini tamamilə qırmaq və hərbi logistikanı çökdürmək üçün qorxulu və tam fərqli bir döyüş taktikasına keçib. Nüfuzlu Forbes nəşri Ukrayna ordusunun tətbiq etdiyi bu yeni və dağıdıcı hərbi ssenarinin şok detallarını yayıb. Məlumata görə, Ukrayna dronları artıq təkcə Rusiya ordusuna məxsus yük maşınlarını və yanacaq ambarlarını birbaşa hədəf almaqla kifayətlənmir. Pilotsuz aparatlar indi Rus qoşunlarının ən kritik təchizat marşrutları və magistral yolları boyunca göydən kütləvi şəkildə minalar atmağa başlayıb. Ukrayna komandanlığının bu gizli plandan məqsəd konkret hər hansı bir hərbi maşını sıradan çıxarmaq deyil. Cəbhəyə doğru hərəkət edən bütün nəqliyyat və tədarük axınını tamamilə iflic vəziyyətinə salmaqdır. Rusiyadakı hərbi mənbələr və insiderlər artıq cəbhə xəttindən təxminən 100-150 km dərində yerləşən strateji Mariupol və Melitopol şosesinin müəyyən hissələrinin bu üsulla minalandığını dəhşət içində təsdiqləyir. Yaranmış partlayış təhlükəsi səbəbindən magistral yolun böyük bir hissəsi hərəkət üçün tamamilə bağlanıb və ağır tonnajlı hərbi yük maşınları təcili olaraq başqa dolama yollara yönəldilib. Hərbi ekspertlər qeyd edirlər ki, bu taktikada minanın hərbi nəqliyyatı mütləq daxildə məhv etməsinə ehtiyac qalmır. Sadəcə bircə maşının təkərinin partlaması və ya sıradan çıxması bütün yolda nəhəng tıxanc yaradır ki, bu zaman hərəkətsiz qalan bütöv bir hərbi kolon Ukrayna zərbə dronları üçün asan və müdafiəsiz hədəfə çevrilir. Tanınmış hərbi analitik Roy Gardinin sözlərinə görə, Ukraynanın bu gözlənilməz gedişi Rusiya ordusunun üzərinə hər gün daimi və amansız mina təmizləmə bəlası yükləyir və onsuz da ifrat dərəcədə yüklənmiş Rusiya hərbi logistikasını çıxılmaz vəziyyətə salır. Rusiyanın nüfuzlu hərbi blogerləri də yaranmış qorxulu vəziyyəti etiraf edərək həyəcan təbili çalır. Əsas magistral yollara atılan, hətta ən kiçik minalar belə bütün cəbhə xəttində dəhşətli bir nəqliyyat və təchizat iflicinə yol açmaqdadır.